Hz. Musa Allah'a dedi ki, ilahi, əgər bəndə olsaydın, insan olsaydın, nə iş görərdin? İstəyirdi belə desin ki, hansı iş daha yaxşı olduğunu deyəcək Allah. Dedi ki, əgər insan olsaydım, insanlığa xidmət eləyərdim. Bəndə olsaydım, mən insanlığa xidmət edirəm. Bütün bunlardan başa düşülür ki, insanın ən şərafətli işlərindən biri insanlığa xidmət eləməkdir. İstəyir insanların birbaşa dini yolla xidmət etmək, yəni insanlara din öyrətmək, haqqı öyrətmək, axirətdən xəbər vermək, onların axirətlərinin yaxşılaşması üçün çalışmaq, bunun üçün aiddir, nə bilim, məscid tikdirmək, bunun üçün aiddir insanların maariflənməsi üçün çalışmaq və s. və ilaxır. Ya da ki, birbaşa insanların hansısa bir xüsusi işlərində onlara kömək eləmək, o cümlədən maddi problemlərin həll olunması. İmam Həsən əleyhissalam özü barəsində buyurur, baxmayaq ki, ilahi höccətdir, ömründə 2 dəfə bütün hər şeyini, 3 dəfə də bütün malının yarısını həmin o fərdə verib. O qədər savablı, o qədər xeyirli bir şeydir ki, yəni imam belə deyə bilər mənim vəzifəm ilahi məsələdir, amma insanlıq üçün əlindən hər nə gəlibsə eləyib. Peyğəmbərdən də və imamlardan da bu cəhətdən hədislər var.